Salam izləyicilər, bu videoda sizə ekranda gördüyünüz alqoritmin dəstə blokun çəkilmə qaydasını izah edəcəm. Bu tapşırıq fiqurlar üzrə tapşırıqdır. Word proqramında ilk növbədə layout tabına daxil oluruq, yəni maket tabına daxil oluruq. Word'ün köhnə versiyalarında bu page layout adlana bilər, rus dilində razmetka straniцы. Burada margins, yəni poly əmri mövcuddur. Bu əmrə daxil olub, ola bilər sizdə normal seçim aktiv ola bilər. Bu hissəyə girəndə siz bu seçimi dəyişdirəcəksiniz narrow. Yəni buradan səhifənin kənar boşluq məsafələrini kiçilirik, narrow, yəni rus dilində узкий olacaq. Yəni узкий edirik, qısaldırıq. Daha sonra həmin tabda orientation, yəni orientasiya əmri var. Buradan səhifənin formatını landscape, yəni albumluya edirik. Daha sonra size, razmer əmrinə daxil olub vərəqin ölçüsünü A4 edirik. Və bundan sonra çəkməyə başlayacaq. Burada məqsəd bu fiqurları daha səmərəli yolla necə çəkmək olar? Yəni əsas bunu izah edəcəm. Yəni burada məqsəd budur. Yəni normalda bir çox istifadəçilər fiqurları çəkmək üçün insert, yəni vstavka tabına daxil olub illustrations qrupunda shapes, yəni fiqur adlı əmrdən, yəni fiqurları seçib bir-bir çəkirlər. Amma mən sizə bunu daha biraz fərqli və səmərəli üsulla izah edəcəm, daha maraqlı formada. Həm də çəkdiyimiz təsvirin daha simmetrik olması üçün nələr lazımdır onları göstərəcəm. Hətta ekranda gördüyünüz, yəni bu sağ tərəfdəki olan şəkildə belə, yəni dərinə geçsək, müəyyən bəzi qüsurlar var. Yəni daha doğru formasını sizə işləyib göstərəcəm. Beləliklə başlayaq. İlk növbədə ilk fiqurumuzu çəkməyə başlayaq. Burada birinci fiqurumuz. Deməli, adı burada Terminator keçir, yəni adı belədir. Yəni bunun üzərinə gələndə burada yazır Terminator. Deməli, biz bura necə daxil olduq? Insert, yəni vstavka tabına daxil oluruq. Və burada illustrations qrupunda, hansı ki rus dilində illüstrasiya adlanacaq. Ekran kiçik olanda təbii ki bu yerləşmədiyi üçün, yəni sadəcə burada qrupun adı görsənir, yəni içərisinə daxil olduqda əmrlər açılır. Amma tam ekranda təbii ki ekran böyük olduğu üçün əmrlər tam görsənir. Burada shapes əmrinə daxil oluruq və burada deməli Terminator adlı fiquru görürük. Üzərində mouse'un sol düyməsini bir daha vururuq və həmin fiqur seçilir və görürsünüz burada plus işarəsi görsənir. Bu onu göstərir ki, artıq burada biz çəkə bilərik. Yəni mouse'un sol düyməsini basıb saxlayaraq çəkirik və gəlin buna xüsusi bir ölçü də verək. Deməli, fiqur seçəndə shape format adlı tab açılır. Yəni normalda fiquru seçməsəz bu göstərməyəcək. Yəni fiquru seçmək lazımdır ki, həmin tab göstərsin. Word'ün bəzi versiyalarında shape format, bəzi versiyalarında, yəni köhnə versiyalarında sadəcə format yazılır burada. Rus dilində də zaten eyni sözdür. Və buna xüsusi bir ölçü verək, yəni dəqiq olsun, 2 verək, 2 hündürlüyünü 2 verək. Ola bilər sizdə bu millimetrlə olar, yəni millimetr olsa, yəni 20 millimetr yazacaqsınız, santimetrdən 2-dir. Və ola bilər başqa ölçü vahidi ola bilər sizdə burada. Bunu da yeri gəlmişkən göstərim. Bunu santimetrə keçirmək üçün buradan file tabına daxil olursunuz. Yəni rus dilində də zaten file adlanır. Options, yəni parametr əmrinə daxil olursunuz və burada advanced, rus dilində səhv etmirəmsə doполнительно yazılacaq burada. Və burada biraz aşağı çəkirik. Burada display adlı bir bölmə var. Bu hissədə santimetr yazısını görürsünüz. Yəni ola bilər sizdə inç olar, siz gəlib bunu və ya millimetr olar, siz gəlib bura girib bunu santimetr edir, OK düyməsini sıxacaqsınız. Bu formada. Gəlin bunun belə deyək, enini də təbii ki ekran kiçildikdə, yəni bu əmrin yerləşdiyi, yəni size qrupunun adı göstərilir. İndi ekran kiçik olduğu üçün siz burada size, yəni razmer qrupunun sadəcə adını görürsünüz. Yəni içinə quranda, yəni hündürlük və eyni ölçüləri görürsünüz. Deməli hündürlüyü 2 sm etmişik. Burada səhv etmirəmsə rus dilində fısata olacaq. Burada isə width, yəni şirinə olacaq. 8 yazaq, enter düyməsini vuraq. Yəni konkret bir ölçü verdik. Və çalışın çəkəndə bunu baxın, səhifənin bu yuxarı kənarı boşluğudur, yəni işarələdiyim hissə, yəni xəttdən yuxarı olan hissə. Yəni çalışın bunu yuxarıda çəkməyin də. Yəni görürsünüz səhifənin sərhədinə gələndə görürsünüz yaşıl xətt çıxır. Yəni sırf bu hissədə çəkmək lazımdır. Və həmin bu fiqura rəng vermək üçün təbii ki siz yəni fiquru seçməsəz burada format alet tabı göstərməyəcək, mütləq seçmək lazımdır. Burada shape fill əmri var. Zalivka fiqur əmrinə daxil olursunuz. Bunun iç rəngini ağ rəng edək. Kontur rəngini isə qara edək və hətta girək burada ölçü də verək. Shape outline rus dilində kontur fiqur yazacaq burada. Burada weight tolşin əmrinə daxil olub. Buradan məsələn gəlin buna
1,2-də 1 ölçüsünü verək, yəni 1,5 punkt ölçüsünü verək. Və bundan sonra digər fiqurları çəkməyək. Nəyə görə? Çünki bunları çəksək, bir də bu fiqurları belə deyək də simmetrik burada yerləşdirmək lazımdır və təzədən hər birinə 2 sm hündürlük, 8 sm en vermək lazımdır. Bu yorucu olacaq. Bunun üçün daha asan yol sizə təklif edəcəm. Deməli, burada ümumi nə qədər fiqur var? 1, 2, 3, 4, 5, 6. Yəni 6 dənə fiqur var. Təbii ki, onları saymasam. Biz burada bunu kopyalayacağıq. İndi bəzi istifadəçilər kopyalamaq üçün fiquru home tabına gəlib, yəni qlavin tabına gəlib copy, yəni kopyalıq əmrinə vururlar. Daha sonra yapışdırmaq üçün paste vставить əmrinə vururlar. Amma biz bunu kopyalayanda bu simmetrik düşmür bura. Görürsüz? Yəni kopyalasaq bu simmetrik düşməyəcək. Ona görə bu üsuldan istifadə etməyəcəyik. Ümumiyyətlə niyə kopyalayırıq bunu da deyim. Yəni biz bunu kopyalayıb simmetrik qaydada yerləşdirəndən sonra daha sonra bu fiqurları dəyişdirəcəyik və bu fiqurları başqa bir fiqurla əvəz eləyəndə üçüncü odur ki, yəni həmin ölçü də əvəz eləyəcək. Ona görə bir də o ölçüləri daxil etməyəcəyik. Deməli, bunun üçün nə edirik? Bunu seçirik. Klaviaturadan kontrol düyməsini və shift düyməsini basırıq. Bir də mouse'un sol düyməsini basıb saxlayıb çəkirik. Görürsüz? Onun kopyası oldu. Və buraxanda da təbii ki, birinci mouse'u buraxırsınız. İndi burada sizdə sual yarana bilər ki, niyə Ctrl Shift-i eyni zamanda bir də mouse'un sol düyməsini basıb saxlayıb çəkirik? Yəni bunun səbəbini də sizə izah edeyim. Ctrl düyməsi ilə mouse'un sol düyməsini basıb saxlayanda bu zaman həmin fiqurun kopyası çıxır. Amma Shift düyməsi ilə eləyəndə, yəni məsələn Shift düyməsi ilə bir yerdə mouse'un sol düyməsini basıb saxlayanda biz onu hərəkət elətdirə bilirik də, yəni sadəcə hərəkət elətdirə bilirik. İndi yerinə qoyaq. Məsələn Ctrl basanda bu kopyalanacaq bir, amma ola bilər əlimiz biraz tərpənsə, yəni o simmetrik korlanacaq. Shift düyməsini basırıq ki, yəni simmetrik korlanmasın. Yeri gəlmişkən bunu ekrandan da göstərib, yəni Ctrl Shift 2 düyməni basıb saxlayırsınız və mouse'un sol düyməsini basıb saxlayıb çəkirsiniz. Bunu yəni yenə də deyim, yəni ona görə edirik ki, yəni həm kopyalansın, həm də simmetrik korlanmasın. Yəni ona görə ikisini eyni anda basırıq. Deməli Ctrl Shift mouse'un sol düyməsini basıb saxladıq. Mouse'un sol düyməsini buraxırıq, amma Ctrl Shift-i buraxmırıq. Və yenidən mouse'un sol düyməsini basıb saxlayıb çəkirəm. Mouse'u buraxıram təkcə, Ctrl Shift qalır, yəni basılı qalır, yenə çəkirəm aşağı. Bir dənə də çəkirəm aşağı və deməli ümumi neçə oldu? 5 oldu. Bir dənə də basıb saxlayıb çəkirəm aşağı. Çəkəndə görürsüz, axıra gələndə bu yaşıl xətt çıxır, yəni aşağı. Kənar boşluğun sərhədi görsən burada. Yaşılı görən kimi stop edirəm. Çünki biz bunu çəkdikdə nə yuxarı kənar boşluğu keçməliyik, nə də aşağı kənar boşluğu. İndi müəyyən ölçüdə bunları aralamışam. İndi bunlar eyni deyil. Təbii ki, burada olan məsafə ilə buradan bura olan məsafə eyni deyil. İstəyirəm bunları hamısını bərabərləşdirim. Bunun üçün nə edəcəm? Home qlavin tabında select widget əmri var. Bura daxil olub select objects, yəni Weber obyektiv əmrinin üzərində mouse sol düyməsini basıb saxlayıb seçirsiniz. Bunu etdikdən sonra biraz ekranı da balacalaşdıraq və kənar hissədən mouse'un sol düyməsini basıb saxlayıb çəkib hamısını seçirik. Ola bilər Word-ün bəzi köhnə versiyalarında bunu etmək mümkün olmadıqda, yəni bu zaman seçim necə olacaq? Yəni fiqurun birini seçəcəksiniz, Ctrl basıb saxlayıb digərlərini seçirsiniz. Yəni bu formada da olar. Yəni fiqurun birini seçirsiniz. Klaviaturada Ctrl da basa bilərsiniz və ya Shift-i də basa bilərsiniz, amma yalnızca birini. Ya Ctrl basıb saxlayıb digər fiqurları seçirsiniz, ya da Shift-i basıb saxlayıb digər fiqurları bir-bir üzərində bir dəfə vuraraq seçirsiniz və bundan sonra, yəni iki üsulu var. Təbii ki, ən rahat üsulu əgər sizdə, yəni Word-ün köhnə versiyası deyilsə, çünki lap köhnə versiyalarda bəzən bu əmrin tətbiqində problem yaranır. Select Objects əmrini icra eləsək, baxın, əhatə eləməklə bütün fiqurları seçə bilərik və bundan sonra Layout tabına daxil oluruq, yəni maket tabına. Burada Align əmri var. Align əmrinə daxil oluruq və burada rus dilində vravnyat olmalıdır. Distribute Vertical əmri var. Distribute Vertical, yəni şaquli formada bərabərləşdir əmri var. Bu əmrin üzərində mouse sol düyməsini vursaq, çünki niyə vertikal seçirik? Çünki bunlar şaquli vəziyyətdədirlər. Vertikal əmrini vursaq, gördüyünüz kimi görürsünüz, həmin bu fiqurlar arasındakı məsafə eyniləşdi. Çünki Ctrl Shift-lə biz kopyalayıb simmetrik formada aşağı qoyanda biz bunu təbii ki təxmini yəni qoyurduqda, yəni eyni olmurdu onların arasındakı məsafə. Bu əmr vasitəsilə onları bərabərləşdirdik və daha sonra bu fiqurların hər birini seçib başqa bir fiqurla əvəz edəcəyik. Seçimdən çıxmaq üçün, yəni home tabındakı select objects, yəni Weber obyektiv əmri icra edib seçəndə seçimdən çıxmaq üçün klaviaturadan ESC düyməsini basmaq lazımdır ki, seçimdən çıxsın. Bunu əyani də göstərim, yəni ESC düyməsinə basırsınız, seçimdən çıxır və daha sonra bu fiqurların hər birini seçib başqa bir fiqurla əvəz edəcəyik. Məsələn, seçdik bunu, burada format alət tabı açılır, buraya daxil oluruq. Tam ekranda göstərim. Burada Edit Shape, izmenit fiquru əmrinə daxil oluruq. Burada Change Shape əmri var. Eyni adlı, səhv etməmişəm, üstündə elə izmenit fiquru gedəcək. Deməli, burada həmin o
düzbucaqlı fiquru seçirəm. Düzbucaqlı fiquru seçdim. Gördüyünüz kimi burada bizim əldə etdiyimiz üstünlük nədir? Yəni həmin ölçüdə, yəni 2 hündürlük və 8 sm en ölçülərində yəni əvəz elədi. Yəni bizim eyni şey kopyalamamızın səbəbi buydu. Yəni bu fiqurları bir-bir seçib bu ölçüləri verməkdənsə, eyni fiquru kopyalayıb sadəcə onları başqa bir fiqurla əvəz edirik və nəticədə həmin belə deyək də fiqurun ölçüsündə başqa bir fiqur əvəz olunur. Yəni bunu etməkdə məqsəd buydu. Yenə seçirik bu fiquru, yenə format alət tabında change shape əmri vasitəsilə bunu da əvəz edəcəyik. Düzbucaqlı fiquru ilə daha sonra bunu seçib burada rompla əvəz eləyəcəyik. Deməli romp burada bu hissədədir, mouse sol düyməsini vururuq, eyni ölçüdə əvəz elədi. Daha sonra bunu seçirik, yenə burada change shape əmri vasitəsilə və bu əmrlə əvəz edəcəyik. Bunu vursaq, gördüyünüz kimi görüntü olaraq bir qədər oxşamır, amma bunu uzadanda yəni həmin bu formanı alır. Yəni normalda yəni burada siyahıda oxşamasa belə görüntü olaraq, yəni uzadanda o həmin forma alınır. Yəni məsələn ayrıca götürüb çəksəydiniz. Burada görürsüz, yəni bu düzbucaqlı əvvəlki nisbətdə daha böyükdür. Bunun üçün gəlib burada məsələn də bunun ölçüsünü əllə daxil edə bilərəm. Misal üçün 12 yazaram. Enter düyməsini vuranda fikir verirsiniz, bu sağ tərəfə doğru böyüyür. Yəni bu bizə uyğun gəlmir də. Yəni istəyirəm bunun mərkəzi ilə bunun mərkəzi hissəsi eyni sırada olsun. Düzdür, bəziləri bunu belə çəkərək də eləyir. Aydındır, yəni əməliyyatı bunu belə də eləyənlər var. Amma tam dəqiq olmur. Əməliyyatı ləğv edeyim. Ya da ki, bu üsulla etmərəm. Gələrəm bu hissəyə. Mən şərt olaraq orada 12 yazmışdım. Yəni şərt deyil, əsas 12 ondan biraz uzun olsun. Gəlirəm bu hissədən böyüdürəm. Lakin buradan böyütsəm təbii ki, yəni sağa doğru və ya buradan böyütsəm sola doğru bu böyüyəcək. İstəyirəm ki, hər iki tərəfə eyni anda böyüsün. Bunun üzərinə gəlirəm. Yəni ya sağdakı, ortadakı olan dairənin üzərinə gəlirəm, ya soldakı, yəni heç bir fərqi yoxdur. Ctrl düyməsi ilə birgə mouse'un sol düyməsini basıb saxlayıb çəkirəm. Yəni bir daha deyim, yəni ortadakı dairənin üzərinə gəlirsiniz və bu ağ ox düyməsi görsəndən sonra Ctrl düyməsi bir də mouse'un sol düyməsini basıb saxlayıb çəkəndə fikir verirsiniz, eyni tərəfə eyni anda böyüyür və nəticədə bunun mərkəz hissəsi ilə bu mərkəz hissəsi yəni korlanmış olmur. Eyni qaydada rombu da biraz böyüdək, yenə seçək. Mouse'un sol düyməsi və Ctrl-ü eyni anda basıb saxlayıb çəkirik. Bu formada. Sonra bundan sonra bunu elə bundan eyni saxlayaq. Bunu bir qədər kiçildək. Ctrl düyməsi və mouse'un sol düyməsi ilə basıb saxlayıb biraz balacalaşdıraq. Və bundan sonra bunların arasında oxlar lazımdır çəkmək. Bunun üçün insert tabına, yəni həmin vüstaf tabına daxil olub burada shapes'dən ox düyməsini üzərində mouse sol düyməsini də vururuq. Normalda bunu bir çox istifadəçilər bu formada çəkir, amma bəzən bunu çəkəndə bəzi istifadəçilər çalışır ki, bunu düz eləsin. Yəni gözlə bunu düz çəkməyə çalışırlar. Bu biraz yorucu olur. Yəni bəziləri gəlir misal üçün çəkir belə, daha sonra biraz peşman olur, bunu düz eləməyə çalışır. Bəzən bunu düz eləmək istəsə də bu düz olmur. Bu problemin həlli nədir? Siz bu deməli ox alətini götürəndən sonra mouse'un sol düyməsi və shift düyməsini basıb saxlayaraq, yəni klaviaturadan shift düyməsini və mouse'un sol düyməsini basıb saxlayaraq çəksəz gözünüz dünbədüz, yəni çəkəcək və ya sağa doğru da istəsəz çəkmək, sağa doğru da çəkir, sola doğru da, yuxarıya doğru da. Hətta istəsəz 45 dərəcə də çəkə bilərsiniz. Yəni belə deyək, 0 dərəcə çəkə bilirsiniz, 45 dərəcə, 90 dərəcə, 135 dərəcə, 180 dərəcə, yəni istədiyiniz, yəni 45 dərəcə intervalı ilə siz bunu çəkə bilərsiniz düz formada. Deməli, gəlin bunu belə eləyək, seçək bu fiquru. Daha sonra buradan indi format alət tabında da bu shapes əmri var. Təbii ki, format alət tabı fiquru seçdikdən sonra yəni aktiv olur. Buraya gəlib oxu seçirəm və gəlirəm bu oxu, bax bunun içərisində gətirib qoyuram və mouse'un sol düyməsi və shift düyməsini eyni anda basıb saxlayıb çəkirəm. Nəticədə biraz da burada ekrandan yaxınlaşdıraq. Bəli, əla oldu. Yəni hətta ola bilər ki, tam üstə düşməsə, məsələn seçib bir qədər bunu sola sağa da verə bilərsiniz. Məsələn klaviaturadan sol sağ düymələri ilə, sol ox sağ ox düymələri ilə birgə də məsələn istədiyiniz yerə çəkə bilərsiniz. Yəni bu formada. İndi gəlin buna bir hələ keçsin etməyək. Yəni gəlin bunu seçək. Shape outline, yəni kontur fiqur əmrinə daxil olaq. Buradan ölçü verək. Bunu da elə 1,2-də 1, yəni 1,5 punkt seçək və qarı rəng verək. Və bu fiquru seçək. Və görürük ki, əgər biraz burada fərq varsa, görürsünüz, bax yaxınlaşdıraq.
Əgər görürsünüzsə ki, biraz burada fərq varsa, hətta bunu 500 dərəcə eləyək, daha doğrusu miqyası 500% eləyək. Baxın, əgər qane etmirsə, yəni bunun ortada olması sizi qane eləmirsə, oxu seçirsiniz, klaviaturadan, yenə də deyirəm, bu sol ox düyməsi var, bunu basırsınız, biraz hərəkət elətdirirsiniz. İndi bu fiqurun üzərinə vururam, çalışıb bu ağ hissəyə vurmayın, çünki bu tərpənəcək görüntü, yəni çalışıb fiqurun üstünə vurun, yəni bu miqyası böyütdükdə. Neysə, bu fiquru seçirəm, görürəm ki, tam ortada deyil, hətta bunu seçib bir dənə də sol ox düyməsini basıram və bir daha seçirəm, görürəm ki, tamamilə düz, yəni ora düşdü. Hətta bunu seçib bir ədəd yuxarı oxu da basıram ki, yəni düz buraya yapışsın. Zaten aşağı hissəsi də yapışır. Birdən, məsələn, ola bilər, siz bunu çəkəndə əksi olsa, məsələn, bu hissədən bunu artırıb azalda bilərsiniz. Yəni, rəqəm konkret ola bilər, artıranda, azaldanda çox azalsa, çox artsa, yəni buradan konkret rəqəmlə tənzimləyə bilərsiniz. Yəni, təbii ki, o rəqəm yazdıqdan sonra enter düyməsini vuraraq. İndi burada fikir verin, yəni əgər sizin kompüterinizdə burada vergül yazılıbsa, yəni bunu da vergüllə yazın. Yəni, bəzən nöqtə ilə gedir ölçüləri, yəni kəsiri, bəzən problem yaranır. Bunu da nəzərə alasınız. Bunu bir dəfə mükəmməl çəkdikdən sonra yenə eyni qayda ilə birinci seçirik. Seçdikdən sonra görürsünüz bu ox düymələri, yəni qara ox düyməsi göstərdikdən sonra mouse'un sol düyməsini basıb saxlayırıq, Ctrl Shift-i basıb saxlayıb çəkirik eyni qaydada aşağı. Ctrl Shift-i buraxmırıq, sadəcə mouse'u buraxırıq və yenə çəkirik. Daha sonra yenə baxın, mouse'u buraxandan sonra yenə bu gəlirəm bu üstünə, görürsünüz kiçik kvadrat işarəsi görsəndən sonra bir daha da çəkirik. Daha sonra ekranı bir qədər aşağı eləyib Ctrl Shift, yenə də mouse'un sol düyməsi ilə çəkirik. İndi ola bilər düzgün yerləşməyəndə indi bunu tənzimləyəcəyik. Deməli, yuxarıda bu hissələrdə problem olmadı demək olar ki. Biraz bu hissədə xətt biraz qısa qaldı. Bunu seçək. Bir qədər buradan ölçünü artıraq. Olsun 1.3. Başqa bir fiquru seçək. Aha, tamamilə yaxşı oturdu. İndi bu hissədə əslində ox biraz kiçik olacaq. Şəkilə baxaq. Bu hissədə biraz ox kiçikdir. Gəlin bunu balacalaşdıraq. Buradan azaldaq. Azalanda təbii ki, ox aşağı olan hissədən azalır. Ona görə bunu biraz da buradan faizi artırıram. Aşağı ox düyməsi ilə çəkirəm aşağı. Belə. Sonra digər hissədə isə biraz uzun olmalıdır. Çünki bu təbii ki, fiqurun strukturu elədir ki, yəni bura boş qalıb. Ona görə biraz bunu artıraq. Bir qədər artırandan sonra burada yuxarı ox düyməsini basaraq klaviaturadan qaldırıram yuxarı. Görürəm ki, yenə də biraz əksidir. Bir balaca burada gəlib 5 yazıram. Enter düyməsini vururam ki və daha sonra biraz da yuxarı edirəm ki, yəni tam otursun həmin ölçü. Belə, təbii ki, bu 500%-ə qoyub işləyəndə lap dəqiq olur təsvir və biz bunu kiçiltdikdə, yəni çox xırda cüzi qüsur olanda buna fikir verməyin. Yəni zaten 100%-ə verəndə bu görsənməyəcək o qüsur. Yalnızca həddini artıq yaxlaşdıranda sadəcə o xırda nüans görsənə bilər. Və bundan sonra gəlin bu hissələri də düzəldək. Deməli, həmin bu fiquru seçirəm. Home tabına daxil oluram. Buradan copy və paste düyməsini vururam. Daha sonra bunu seçib bunu fırladacam. Layout tabına daxil olub buradan rotate. Yəni PowerNote əmri vasitəsilə də edə bilərsiniz və ya format alət tabında da bu əmr yerləşir. Rotate Objects əmri vasitəsilə bunun istiqamətini dəyişirəm bu formaya. Və daha sonra bunu seçib, baxın, tutaq ki, mən gətirib bunu bura qoyuram. Məsəl üçün, misal olaraq göstərirəm. Yəni düz bu ortaya, normalda siz gətirib belə də qoya bilərsiniz. Ya da ki, ən rahat yolu nədir? Seçirsiniz bu oxu, Ctrl düyməsini basıb saxlayıb bu fiquru da seçirsiniz və daha sonra Layout tabına daxil olursunuz. Burada Align əmri vasitəsilə Align Middle eləsək, fikir verirsiniz, həmin bu oxu digər fiqura nəzərən ortaya düzləndirir. Yəni, mən bu dərsdə çalışıram ki, fiqurla dəqiq işləmə texnikasını sizə izah edeyim. Yəni, ona görə biraz ola bilər dərs biraz uzun olsun. Yəni, bütün bildiyim incəlikləri sizə bildirməyə çalışıram. Təbii ki, ola bilər ilk dəfə deyə biraz bunlar tətbiq eləmək, yəni məlumatlar təzə gələ bilər. Amma təbii ki, işlətdikcə, yəni başqa nümunələrdə daha artıq sürətli işləyəcəksiniz. Mən sadəcə izah etdiyim üçün biraz uzun çəkir. Normalda özüm bunu çəksəm daha sürətli çəkərəm sadəcə izaha görə. Yəni, siz də bu texnikaları məşq edəndən sonra, yəni başqa nümunələrdə artıq işləyəndə fikirləşmədən bu prosesləri edəcəksiniz və buradan eyni qaydada yenə shape səmrinə daxil olub, burada line, yəni oxsuz xətti seçirik və bunun mərkəzinə qoyuruq, yəni bu dairənin içinə. Mouse'un sol düyməsini və shift-i eyni anda basırıq ki,
eyni qaydada olsun və daha sonra buradan ölçünü artıra da bilərik. Təxminən artırdıq və bunu da rəngini qara edirik və buraya girib Dolşina, yəni weight əmri vasitəsilə 1,1 edirik. Görürük ki, biraz bu aralıdır. Biraz böyüdək bunu və ekranı bir balaca aşağı çəkək. Bir qədər də aşağı və bu xətti seçirəm. Yuxarı ox düyməsini klaviaturadan basam, bir də sağ ox düyməsini. Yəni elə bir dəqiq, görürsünüz, boşluğa vuranda biraz bu yeri dəyişir, yəni təsvirin, ona görə bunu nəzərdə tuturdum. Biraz bu hissədən hərəkət elətdirək. Deməli, bunu yuxarı verməyə çalışaq və həmin hissəyə gələk. Seçirəm bunu, bu xətti və biraz da sağa çəkirəm. Və başqa fiqurun üzərinə vurub baxıram, yəni nəticəyi biraz yuxarı, biraz da sağa eləyirəm. Gördüyünüz kimi, çox kiçik bir qüsur, xırda bir fərq ola bilər, amma təbii ki, 100% ölçüsünə gələndə, yəni bu görsənməyəcək. Ümumiyyətlə görsənməyəcək, yəni ən böyük miqyas rejimində belə o çətin, yəni belə deyək də, yəni çox diqqətli baxanda, yəni bu fərq bilinirsə, yəni o normal 100% ölçüsündə demək olar ki, heç bilinməyəcək. Və burada da yenə xətt əmrini götürüb çəkirik. Bu mouse'un sol düyməsini basıb saxlayırıq dairənin içində və shift düyməsini də basırıq və buna tərəf çəkirik. Və buna da rəng verək, qara rəng və buradan 1,1 veririk ki, yəni hər şey eyni stildə geçsin. Yəni boşluğa vuran kimi görürsünüz, təsvir biraz yeri oynayır. Daha doğrusu, yəni işlədiyimiz sahə, yəni bizi fərqli yerə aparır. Deməli, sol oxu basıram, biraz sola verirəm, yəni buna düzəltməyə çalışıram. Yəni bu hissədə, yəni görürsünüz, boşluğa vurma olmaz. Boşluğa vuranda bu tərpənir ekran. Bunu da biraz seçib aşağı eləyirəm. Demək olar ki, uyğun gəlir, yəni çox xırda şeyə, yəni çox da fikir vermək lazım deyil, çünki kiçiklikdə, yəni tam görsənir. Daha sonra burada da həmin bu xətti seçək, kopyalayaq, yapışdıraq və bunu bu formada da edə bilərik. Yəni bu tərəfə də belə də gətirib qoya bilərik. Ya da ki, elə normal qaydada məsələn seçirik bu xətti və burada xətti götürüb çəkə də bilərsiniz. Yəni mouse'un sol düyməsi və shift'i birgə basırsınız. Bu formada rəngini qara eləyək və ölçünü 1,5 bu formada və bunu tam ekran edək və ölçüsünü böyüdək. Buradan təxminən bir qədər də böyüdək, təxminən bu ölçüdə və yenə line, yəni adi düz xətt seçək. Mouse'un sol düyməsi və shift düyməsi ilə yuxarı doğru çəkək və qara rəng edib konturunu 1,5 edək. Yenə xətti seçək, mouse'un sol düyməsi və shift düyməsi ilə çəkək bunu. Görürsünüz, üst-üstə düşmədi. Bu zaman biz bunun yerini hərəkət elətdirəcəyik. Deməli, 500% ölçüsünü gələk. Bu xətt seçilidir. Yuxarı ox düyməsini basıb saxlayıb çəkək. Və bundan sonra, bunu etdikdən sonra buranı da seçək, biraz buranı böyüdək, 1,4 edək. 1,4 etdikdən sonra yenidən o hissəni seçək. Yəni, həmin bu şaquli gedən xətti seçək və yuxarı ox düyməsini vuraq ki, yuxarıya doğru geçsin. Bir qədər də yuxarı edək. Yenə də bu biraz çoxdur, yəni bu xətti seçib ölçüsünü 1,35 edək. Bu formada daha biraz uyğun gəlir. Biraz daha aşağı çəkək, sola çəkək. Təbii ki, bunlar belə deyək də incə işlərdir. Yəni çox da yəni %100 dəqiqliyinə etməyə çalışmayın. Yəni bu bir etmək, yəni çox gəlizdir. Yəni zaten bu dizayn proqramı deyil. Yəni maksimum dərəcədə yəni fərq az eləyin ki, yəni 100% ölçüsündə bu o fərq demək olar ki, görsənməyəcək, düz görsənəcək. Bu formada yəni hər bir şey etdik. Görürsünüz, yəni biz bir daha qeyd edelim, yəni bunu 6-dan kopyalamamızın səbəbi bu idi ki, yəni hər bir fiquru əllə bir-bir çəkəcəkdik, ölçəli bir-bir verməliydik. Yəni buradan bu vaxt gedəcəkdi, həm də bunları bir-bir seçib, iç rəngi ağ, kontur rəngi qara, sonra gəlib bunların eyni ölçüsündə 1,5 eləmək, yəni yorucu olacaqdı. Ona görə biz bunları kopyaladıq və format alət tabında change shape əmri vasitəsilə başqa bir fiqurla əvəz elədik ki, eyni ölçüdə əvəz olunsun. Belə digər əməliyyatları da həyata keçirək. Belə ki, burada görürsünüz, arxa fon açıq çəhrayı rəngindədir. Bunu etmək üçün design
Konstruktor tabına gəlirsiniz. Word'ün köhnə versiyalarında page layout, razmetki страница adlana bilər və burada page color, yəni цвет страница əmri olacaq və burada more colors, другие цвета əmrinə daxil olursunuz və burada təxmini belə bir rəng seçək, OK düyməsini vururuq və tətbiq olundu. Arxa fona algoritm, yəni solğun formada, diagonal formada əlavə eləmək istəyiriksə, su nişanı kimi, yəni həmin hissədə watermark əmri var, yəni rus dilində podloşkadır, girirsiniz buraya, custom watermark əmrinə daxil olursunuz. Lakin custom watermark əmri passivdir, nəyə görə? Çünki burada bir figur seçilib, ona görə ansun göstəricisini boş hissəyə vururam və watermark əmrinə daxil oluram, custom watermark deyirəm və buradan text watermark seçib, text bölməsində yazıram algoritm və rəngini də blue, yəni göy rəng edirəm və OK düyməsini vururam. Gördüyünüz kimi tətbiq olundu, lakin eyni nəticə olmadı. Bunun səbəbi odur ki, burada fontu dəyişdirmək lazımdır. T hərfini yazıram. T hərfi ilə başlayan şifrə gəlir. Buradan Times New Roman seçirəm. Eyni zamanda görürsünüz, biz burada açıq görsənir, amma burada biraz daha tündür. Burada bunun üçün semi-transparent adlı əmr var. Bunu pasiv edirəm. OK düyməsini vuranda fikir verirsiniz, həm şriftə uyğun olur, həm də ki biraz daha tünd görsənir və kənarda çərçivə xəttləri var. Üzdə fikir verin, solda və aşağıda yaşıl rəngdədir, sağda və yuxarıda göy rəngdədir və yaxınlaşdırıb baxırıq ki, bu 3 qat xəttdir, yəni 3 qat nazik xəttdir. Elə həmin hissədə, yəni həmin bu qrupda page borders, yəni Granitsa stranica əmri var, buraya daxil olursunuz və buradan həmin xətt növünü tapırsınız. 3 qat xətt bizə bu lazımdır. Rəngini edirik, məsələn, göy rəng və ölçüsünü də buradan, məsələn, elə bu ölçüdə elə saxlayıram. Ya da ki, biraz bunu böyüdək, məsələn, olsun, 4/3 punkt olsun, seçək bunu. Və dedik ki, yuxarıda, sağda və yuxarıda göydür, solda, aşağıda yaşıldır. Ona görə sol tərəf üzərində mouse'un sol düyməsi bir daha vururam, yəni buradan da edə bilər, daha doğrusu buradan da edə bilərdim və ya aşağı çərçivədə də mouse'un sol düyməsini bir daha vurub bunları deaktiv edirəm. Hansı ki, yəni bunu basaraq da edə bilərdim. Və buradan yaşıl rəng seçirəm. Daha sonra mouse'un sol düyməsini sol tərəfə bir də aşağı hissəyə vururam. Görürsünüz, tətbiq olundu. OK düyməsini vururam və nəticədə həmin forma ekranda görürsünüz. Belə. Həmçinin bu təsviri bütövlüklə seçirəm. Bunun üçün select əmrinə daxil oluram. Burada select objects əmri var. Yəni hover obyektiv. Burada mouse'un sol düyməsini basıb saxlayıb çəkirəm və tam əhatə edirəm və bu təsvirin dağılmaması üçün layout, yəni maket tabına daxil olub. Burada qrup əmri var, qrup 1 var. Bunu icra edəndə bu artıq bütün bu fiqurlar bir fiqur kimi çıxış edir, görürsünüz. Yəni dağılmır. İndi ola bilər Word-ün bəzi köhnə versiyalarında bunu eləmək olur, yəni eləmək olur, lakin siz seçəndə burada oxlar seçilmir. Yalnız bu 6 həndəsi fiqur seçir, yəni onları qruplaşdıra bilir. Yəni köhnə versiyalarda belədir, maalesef belə bir problem var. Orada məcbursunuz ki, siz Ctrl düyməsini basıb saxlayaraq bir gərək seçəsiniz. Məsələn, yeni versiyada bu problem yoxdur. Yəni select objects əmri icra edəndə, yəni bütün fiqurları seçir, həm oxları seçir, yəni adi xəttləri seçir, həm də həndəsi fiqurları seçir və bundan sonra yəni qrup əmrinə vuranda bu qruplaşır, dağılmır bu. İndi mən istəyirəm ki, bu səhifənin düz belə deyim, mərkəzində əks olunsun. Bunun üçün position, yəni həmin layout, yəni maket tabında yerləşən position, yəni pologen əmrinə daxil oluruq və buradan tən orta əmrini seçirik və nəticədə tam ortada əks olunur. Bayaq, yəni bizim hazırladığımız formada bu əməliyyatları ləğv edin, baxın, bu tam aşağıya dəyirdi, yəni çərçivənin üzərində dəydi və buradan məsafə biraz daha çox idi. Ona görə biz bu əməliyyatları etdik ki, yəni səhifənin, yəni bunları qruplaşdırdıq ki, dağılmasın və qruplaşandan sonra yəni buradan tam mərkəzin, yəni səhifə mərkəzində əks olunmasını təmin elədik. Belə, yəni maksimum dərəcədə, yəni çalışdığım qədərilə, incəliklə bu əmrləri sizə izah etməyə çalışdım. Videonu bəyəndiyinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla da paylaşın ki, onlar da bizim video dərslərindən faydalanırsınlar. Hələlik sağ olun.